Salam aleyküm. Mən bugün sizlərlə Ramiz Mehdiyevin həbsindən danışmaq istəyirəm. Hamı o barədə danışır. Bizdə Azərbaycanda bu saat dəbdir, reyting xatirinə danışmaq. Deputatlar da danışır, siyasətçilər də, jurnalistlər də və adi vətəndaşlar da. Çoxunu hər işdə günahlandırırlar. Biri kiçik pulların yuyulmasında, digər dövlət çevrilişində, bəzi qism insanlar isə onu Adnan Əhmədzadə ilə əlaqədar həbs olunduğunu deyir. Görünür, o da olmasa su çıxmaz. Bir dəfə İsa Məsihin İncil kitabını oxuyanda orada bir kəlam çox xoşuma gəldi və bu gün yerinə düşdüyü üçün təkrar demək istəyirəm sizə. Deyir ki, insan günahlarının yalnız yüngülünü bu dünyada yuya bilər. Elə günahlar var ki, o bu dünyada yuyulmaz. Görünür, bizdə Quranda isə yazır ki, insan tövbə etdikcə Allah günahlarını keçəcək. Allah keçəndir, bütün günahları tövbə etdikcə keçəcək. Görünür, Ramiz Mehdiyevin elə günahları var ki, o bu dünyada yuyulmaz. Yüngüllərini sadəcə yumaq istəyir bu dünyada. Ramiz Mehdiyev bir obrazdır. Bu təkcə Ramiz Mehdiyev deyil və bu obraz bütün məmurlara, bütün haramla qidalananlara aiddir. İnsanlar nə vaxtsa şah qanun deyil, qanun şahdır. Fikri ilə çoxdan razılaşmalıdırlar. Bu Ramiz Mehdiyev bir obrazdır və eyni zamanda göstərir ki, insanlar sonu var. Hər işin sonu var. Bəzən o gözəl Allah insanları bu dünyada keçməmişdən bütün etdiklərini ona göstərib sonra göndərirlər. Mənə elə gəlir ki, o adam yəqin nəsə günahları çoxdur ki, cəzasını bu dünyada çəkməmiş buraxmırlar. O yaşında, ahıl yaşında belə. Ona görə təkcə vəzifədə olanda yox, ümumiyyətlə daimi həyatı fikirləşmək lazımdır. Haqqı, halalı, tanrılı baş üstə görmək lazımdır. Ən azı İslam'a inanmırsınız, heç olmasa xristiyanlığa inanın. Deyir axı ki, insan günahını yalnız yüngüllərini bu dünyada yuya bilər. Heç olmasa burada yuyun gedin. Ramiz Mehdiyev bir obrazdır.